İmam Hüseynin kərvanı çöllərdə sərgərdan dolanır. Peyğəmbər oğluna dünyanı təng eləyiblər. Dünyanı təng eləyiblər. İmam Hüseyin səhralara düşüb sənə görə, mənə görə, çöllərə düşüb. Kərbəlaya baxın, Kərbəla hardadır? Mədinədən gələndə birinci Nəcəfdir, Küfədir, sonra Kərbəladır. Heç sual verməmişsiniz özünüzə ki, İmam Hüseyin Küfəyə gedirdi, gedib Kərbəlaya, Küfəni keçib getməlisən Kərbəlaya, o səmtdən gələndə. Niyə görə? Bəs niyə Kərbəlada idi İmam Hüseyin? Çünki icazə vermədilər Küfəyə daxil olsun. İmamın üzünə şəhərin yolunu bağladılar. Adam necə pərt olar ailəsi uşağı ilə gələ, qapının üzünü açmıyorlar. Bəs Mədiniyə niyə qayıtmadı Peyğəmbər şəhərinə? Orada qoymadılar getmək. Səhraları dolanır. Səhraları dolanır. Bəs sual verirəm, niyə Kərbəlada dayandılar? Çünki gördü orada su var, Fərat çayı var. Uşaqlar səhrada suyun yanında dayansınlar ki, susuzdan ölməsinlər. Bu karvan hərəkətdədir. Artıq görürsən, ağlamaq səsləri gəlməyə başladı məclisdən. Bax, budur Hüseynin möcüzəsi. İmam Hüseynin möcüzəsi budur.